Oynaq və sümük ağrıları nədən yarana bilər? Əziz dostlar, videomuzu bəyənərək izləməyi sizdən xahiş edirəm. Dizlərinizdə, belinizdə, çiyninizdə, boynunuzda və ya topuqlarınızda ağrı varsa, pilləkən çıxanda dizlərinə sızılayırsa, səhər yuxudan duranda bədəndə sərtlik hiss edirsinizsə, buna sadəcə yorğunluq deyib keçməyin. Çünki oynaq və sümük ağrılarının səbəbi təkcə yaşla bağlı və yaxud da soyuq hava, çox gəzməklə bağlı olmur. Bəzən bədəndə kalsium, D vitamini və maqnezium çatışmazlığı da sümük əzələ sisteminə təsir edə bilər. Kalsium sümüklərin əsas tikinti materialıdır. Amma kalsiumun bədəndə faydalı olması üçün D vitamini çox vacibdir. D vitamini kalsiumun mənimsənilməsinə və sümük toxumasının qorunmasına dəstək olur. Maqnezium isə əzələlərin normal işləməsi, əzələ gərginliyi, qıcolma və yorğunluq hissinin azalması üçün vacib minerallardan biridir. Ona görə də oynaq və sümük ağrılarında təkcə ağrı kəsici düşünmək yox, sümük əzələ sisteminə dəstək vermək lazımdır. Gündəlik hərəkət eləmək, uzun müddət oturaq qalmamaq, günəşdən düzgün faydalanmaq və qidalanmada süd məhsulları, göyərti, balıq, yumurta kimi faydalı qidalardan bəhrələnmək lazımdır. Əlavə dəstək lazım olduqda isə Kalivel istifadə oluna bilər. Kalivel sümük və əzələ sistemini dəstəkləmək üçün hazırlanmış qida əlavəsidir, dərman deyil. Tərkibində kalsium, maqnezium, D3 vitamini, K vitamini və sink oksid var. Bu kompleks sümüklərin möhkəmliyinə, əzələlərin normal funksiyasına, gündəlik hərəkət zamanı bədənin daha rahat işləməsinə dəstək olur. Sink isə sümük toxumasının normal vəziyyətinin qorunmasına, K vitamini isə kalsiumun sümük sağlamlığı ilə bağlı prosesində düzgün iştirakına dəstək verir. Əksər apteklərdən və bir market tətbiqindən əldə edə bilərsiniz.